Hansı namaz düzdür? Kimin namazı düzdür? Kimin namazı Peyğəmbər namazıdır? Yenə Səhih Buxari. Bu işinə görə Buxarinin namı əməlinə bir salavat hədiyyə edin. Deməli, Kitab-ı Salah, namaz kitabı 267-ci Bab İtmam-ı Təkbiri Fis-Sucud 744 nömrəli hədis. Bir hədis oxuyacağım. Diqqət edin. Filan kəsdən ən Mutarraf ibn Abdullah qal salleytu xəlfə Ali ibn Əbi Talib radiyallahu anh. Mutarraf ibn Abdullah səhabə deyir ki, Ali ibn Əbi Talibin arxasında namaz qıldım. Harada? İraqda. Çünki Həzrət Əli aleyhissalam xilafəti Mədinədən köçülmüşdü İraqa. Neçə ildən sonra bu namazı qılıb? Sualıma cavab verin, görün. Ay maşa, 25-30 il. 25-30 il. 25-30 ildən sonra şəxs namaz qılır. Harada? İraqda. İndi diqqət edin, bu tarix çox, bu zaman fasiləsi çox mühüm bir məsələdir. Namaz qıldım, yaxşı elədim. Ənə və İmran ibn Hüseyin. Hüseyin bir sinnən var. İmam Hüseynin adı sinnəndir. Amma Hüseyin sadlandır. Yəni sadla da ad var. Hüseyin, sinnən də ad var. Hüseyin. Burada sadlandır. Mən səhabə Mutarraf ibn Abdullah və İmran ibn Hüseyin səhabə hər ikimiz 30 ildən sonra Ali ibn Əbi Talibin arxasında namaz qıldıq. Fəkənə idə səcədə kəbbərə. Səcdiyə gedəndə nə inirdi? Allahu Əkbər, təkbir deyirdi. Necə biz eləyirik? İdə rəfəə rəsəhu kəbbərə. Səcdədən qalxanda nə inirdi? Təkbir deyirdi. Allahu Əkbər. Necə siz eləyirsiniz? Fələmmə qadaf salah. Namazı bitirəndən sonra əxədə deməli və idə nəhada minər rəkətən kəbbərə. Deməli, rəkətlərdən də qalxanda nə inirdi? Təkbir deyirdi. Fələmmə qadat salat. O zaman ki namaz bitdi, əxədə biyədi İmran ibn Hüseyin. İmran ibn Hüseyin səhabə deyir, yapışdı mənim əlimdən. Həmən bu Mutarraf ibn Abdullahın. Yapışdı əlimdən. Fəqalə zəkkərəni həzə salat Muhammed. Salavat çəkir. Deyir, bu Peyğəmbərimizin namazını mənim yadıma saldı. Yəni İmam Əli aleyhissalam ilə namaz qıldı ki, həmən bu səhabə İmran ibn Hüseyin deyir ki, Peyğəmbərin namazını yadıma saldı. Və yaxud əvqalə ləqəd salla bina salat Muhammed. Ya da ki, bizlə Peyğəmbərin namazını qıldı. 30 ildən sonra. Deməli, Ənəs əvvəl nə deyirdi? Əvvəlki hədisdə Ənəs nə deyirdi? Namaz nədir? İtirilib. Namazdan əsə tanımıram, ağlayır. Yaşlı bir səhabə oturub ağlayır ki, namazı itiriblər millət. Və 30 ildən sonra Həzrət Əli aleyhissalam namaz qılır, səhabə deyir ki, bu Peyğəmbərin namazıdır. Bu kimin namazıdır? Peyğəmbərin namazıdır.